söyleyebilirim. Buyurun. Demək, faktoloji biliyə ilk öncə yazmışam ki, əvəzliyi mənada növlərini sadalayır. Sonra tam bucağın bucaq ölçüsü neçə dərəcədir? Yəni, bunu deyən şahid faktoloji biliyə malik olur. Konseptual biliyə sadəcə dəfindəki mürəkkəb sözlərin altından xətt çəkir. Altından xətt çəkirsə bu hansı biliyə olur? Konseptual biliyə də seçir, yəni hansı mürəkkəb sözlər hansıdır, onlar aydınlaşdırır. Aydınlaşdırır, seçir. Olur konsept. Amma altından xətt çəkəcəksə bu nə olacaq? Prosedurala gedir. Prosedurala gedib çıxacaq. Sonra? Prosedural bilikdə verilmiş kvadratın sahə və perimetrini hesablayır. Şagird, məsələn, sözlərin tərkibinə görə təhlil edir və kök və şərtsizliyə ayırır. Bu da prosedural. Metakognitiv bilikdə də qaydalarını oxuyan zaman şagird daha yaxşı yadda saxlamaq üçün özü üçün qeydlər götürür. Şagird qarşısına qoyduğu məqsədə çatmaq üçün gündəlik dərs planı, iş planı. Bəli, bunlar da olur hansı biliklər? Metakognitiv biliklər. Bax, ibtidaidən suallar düşür. Misal üçün deyir ki, şagird məsələnin səmərəli yolunu müəyyənləşdirir. Konseptual bilik. Nəyə görə? Çünki özü üçün uyğun olan səmərəli yol seçir, ayırt edir. Və biz yaxşı bu yolu ayırt etmək üçün nə etməliyik? Məsələnin üzünə baxanda, məsələyə oxuyan kimi, baxan kimi mən biləcəm ki, səmərəli yol nədir? Bu zamanda prosedural bilik. Mən birinci məsələni, yəni məsələn, bir neçə məsələ həll edirəm. Sonra hansı yol bu məsələ üçün daha səmərəlidir, müəyyənləşdirirəm. Söhbət yoldan gedir. Bax, səmərəli yolunu müəyyənləşdirir. Yolu müəyyənləşdirmək. Prosesi müəyyənləşdirmək deməkdir. Yəni, proses nə deməkdir? Bir şey icra etməkdir. Yol nə deməkdir? Yəni, məsələnin səmərəli yolunu müəyyənləşdirir. Həll yolunu müəyyənləşdirir. Yəni, yol sözü var da, yol nə deməkdir? Yəni, mən bu yolu getməliyəm də, yəni, nə etməliyəm bu məsələni? Yolu bilirəm, prosesi bilirəm. Bəli, yolu bilmək, prosesi bilmək deməkdir, tətbiqi bilmək deməkdir, həll etmək deməkdir. Və ya, bax, belə sual düşür. Misal üçün, deyir ki, 3x üstə gəl 5 bərabərdir 15. Tənliyin kökünü tapır. Tənliyin kökünü müəyyənləşdirir. Bunu həll edib tapmalıdır, onun üçün də prosedural. Bəli, bax, bu ibtidaidə və riyaziyyatçılarda sözlə də verir. Misal, şagird tənliyin kökünü tapır. Və yaxud da ki, konkret tənliyi də verə bilir. Məsələn, konkret tənlik verir. Deyir ki, verilmiş tənliyin kökünü tapır. Eyni şeydir. İkisində də nə gedəcək burada? Deməli, sizdə bir şeyə fikir verin. Yolunu deyirsə, həllini deyirsə, bunlar hamısı harada gəlib dayanacaq? Prosedural biliklərdə gəlib dayanacaq. Yaxşımı? Və yaxud da ki, deyir ki, misal üçün, şagird hər hansı bir nağıl oxuyur və o nağıla aid müəyyən sözlər verilir. Yəni, nağıla aid müəyyən atalar sözləri, məsələlər verilir və müəllim də uşaqlara tapşırır ki, bu nağıla aid olan məsələləri, atalar sözünü müəyyənləşdirin. Burada konseptual bilik olacaq, çünki o nağılı ilk öncə oxuyur, onun ideyası nədirsə, ona aid verilmiş atalar sözlərin içindən də söz seçir. Tamamilə doğru. Yəni ki, biz birinci oxuduğumuz nağılın, hekayənin ideyasını, məqsədini, məğzini müəyyənləşdiririk. Sonra ona uyğun olan bəzən sözlərdə, ibtidailərdə var da belə tapşırıqlar. Bəzən ona aid cümlələr verilir, sözlər verilir, atalar sözləri, məsələlər verilir. Mən gələk oxuduğumdan bir nəticə çıxarım ki, oxuduğumu başa düşüm ki, ona uyğun da o atalar sözünü müəyyənləşdirim. Elə deyilmi? Və yaxud da ki, şagird feilin neçə zamanı olduğunu müəyyənləşdirir. Burada faktoloji bilikdir, yəni feilin konkret bir zamanı var. Məsələn, tamamilə doğru. Konkret olaraq neçə zamanı olduğunu müəyyənləşdirir, o deməkdir ki, konkret olaraq neçə zamanı varsa onu deyəcək. Özümüzdən nəsə bir şey əlavə etmirik ki. Görürsünüz, müəyyənləşdirməklə həmçinin nə oldu?
Prosedural da oldu, konseptual da oldu, faktoloji da oldu. Nəyi müəyyənləşdirir, onun üzərində duracağıq biz. Və yaxud da deyir ki, şagird testləri işləyəndə səhvlərə yol verir. Müəllim də sual verir ki, sən bu səhvlərə nə üçün yol vermisən? Deyir, mən biraz həyəcan hissi keçirirəm testləri işləyəndə. Gələn dəfə daha diqqətli olacağam. Burada metakognitiv olur. Bilmirəm, mən də sizdən soruşuram. Niyə metakognitiv? Mən qaldım konseptual bilik əslində. Sadəcə testləri işləyəndə o konseptual bilikdir. Burada metakognitiv bir şey yox. Nəyə görə konseptualdır? Çünki testləri işləyən zaman burada heyecanlandırmaq sözümü əsasdır. İndi nədir cavab? Konseptual bilik. Nəyə görə? Nə ilə fikirləşirsiniz? Açın deyin də, görək səhvimiz nədir, üzümüz nədir? Mən də unutdum. Mən də etdiyiniz sualı da unutdum. Metakognitivdir burada. Ona görə metakognitivdir ki, uşaq öz səhvini düzünü bilir. Bilir ki, bu həyəcan hissi keçirir. Həyəcan hissi keçirəndə də testlərdə səhvə yol verir. Və deyir ki, gələn dəfə mən bu həyəcan hissini keçirməyəcəm ki, səhvə də yol verməyim. Aydın oldu? Burada şagirdin öz emosiyalarından söhbət gedir. Özünü qiymətləndirir, dəyərləndirməsindən söhbət getdiyi üçün hansı bilik oldu? Metakognitiv. Aha, əla.